Birinci qrup blok imtahana düşmüş suala baxırıq. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fənn üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə bütün kitabları rəfə neçə üsulla düzmək olar. Deyir ki, hər fənnə aid kitablar mütləq şəkildə yan-bayan olmalıdır. Ona görə biz hər fənnə neçə kitab olursa olsun bir kitab şəklində baxırıq. Yəni Azərbaycan dili kitablarına bir kitab, riyaziyyata bir kitab, kimya kitablarına bir kitab və coğrafiya kitablarına da bir kitab kimi baxırıq. Bunlar öz aralarında 4 faktorial qədər yer dəyişə bilərlər. Vurulsun. Azərbaycan dili kitabları da öz aralarında yer dəyişə bilərlər. Ona görə vurulsun 2 faktorial. Riyaziyyat kitabları da həmçinin öz aralarında yer dəyişdirə bilərlər 3 faktorial. Vurulsun 2 faktorial və vurulsun 1 faktorial. O da bərabərdir 24 vurulsun 2, vurulsun 6, vurulsun 2 və vurulsun 1. O da bərabərdir 24 vurulsun 24. Bu da olur 576. Cavabımız olur Y variantı.